Salam, dəyərli və hörmətli izləyicilər. Bir məsələ haqqında bildiklərimi demək istəyirəm və istəyirəm ki, bu, bu məsələni, belə deyək, bu test tapşırığını işləməyin daha asan formasını sizlərə öyrədim və çalışıram ki, bu sizin üçün faydalı olsun. Burada deyir ki, yerli vaxt və qurşaq vaxt. Yerli vaxt hər hansı meridian üzərində yerləşən vaxtdır. Məsələn, 25 şərq uzunluğu. Bunun üzərində yerləşən istənilən A, B, C, istənilən məntəqədə yerli vaxt eynidir. Yerli vaxt eynidir. Və həmin məntəqədə istənilən nöqtələrdə saat eyni olacaq. Qurşaq vaxtı nədir? Biz bilirik ki, qurşaq, saat qurşaqları 24 saat qurşağı var. Bu da tam çevrəni, yəni 360 dərəcəni biz 24 saata dövr etdiyimiz üçün bölürük 24-ə, düşür 15 saat qurşaq. Və 15 saat qurşağı, yəni 1 saata yer kürəsi dönür 15 dərəcə. Yəni hər 15 dərəcədən bir saat qurşağı keçir və 1 saat qurşağı hər saat qurşağının daxilində də saat eyni olur. Yerli vaxt yox ha. Qurşaq vaxtı eyni olur. Məsələn, 0-dan başlasaq, 0, 15, 30, 45, 60, 75, 90. Yəni, bunlar daxilində qurşaq vaxtları eynidir. Məsələn, 30 ilə 45-in arasında qurşaq vaxtı eynidir. Amma yerli vaxt eyni deyil. Yerli vaxt onun içərisində 31-ci meridian üzərindəki məntəqələrdə yerli vaxt eynidir. Amma qurşaq vaxtı eyni deyil. Daha doğrusu, bu məntəqələr arasında, məsələn, 30 ilə 45 arasında hər hansı 31-ci, 32, 33, 34, 35, 36, 45-ə kimi bunlar arasında yerli vaxt, məsələn, deyək ki, meridian üzərində olan, hər hansı meridian üzərində olan vaxtlar eyni, yerli vaxtlar eyni olur. Məsələn, 25-ci şərq uzunluğu, 25-ci meridian üzərində olan nöqtələrdə yerli vaxt eyni olur. Amma qurşaq vaxt fərqlidir. İndi burada deyir ki, yerli vaxt fərqi, qurşaq vaxt fərqindən daha az olan coğrafi uzunluqlar müəyyən edək. Və burada tapmağın ən asan forması sizə izah etməyə çalışacağım ki, necə tapırıq. Daha az deyirsə, yəni biz həmin enlikləri orta meridianlarından nə qədər az və ya çox olduğunu tapmalıyıq. Çünki orta meridianlar bunlardır. 0-dır, 15-dir, 30-dur, 45-dir, 60-dır. Burada 15 dərəcədən bir gedir. İndi baxaq, 25 şərq uzunluğu, 25 qərb uzunluğu. Şərq birini tapanda şərq uzunluqlarını tapanda digərləri də eyni rəqəmlərdir. Ona ehtiyac yoxdur. Məsələn, 25 şərq uzunluğu. 30-dan 5 dərəcə nədir? Azdır. Deməli, qurşaq vaxtından azdır. 5 dərəcə az. Sonra 20-yə baxaq. 20 burada yerləşir. 20. 20 isə 15-ə daha yaxındır. 15-ə daha yaxınsa 5 dərəcə çox. Çox. Sonra 35-ə baxaq. Burada. 35. 30-dan nəsədir? 5 dərəcə çox. 5 dərəcə çox. Sonra 40-a baxaq. 40 buradadır. 40. 45-dən nədir? 5 dərəcə az. Az. Sonra 50-yə baxaq. 50 buradadır. 50. 45-dən 5 dərəcə çox. 5 dərəcə çox. Yəni irəli. Çox irəli deməkdir. Az daha geri deməkdir. 55. 55. 5 dərəcə az. 5 dərəcə az. Yəni az geri deməkdir. Çox irəli deməkdir. Daha az olanlar. Deməli 1 azdır. 4 azdır. Bir də 6 azdır. Cavab 1, 4, 6. Ən asan forması budur. Yəni qurşaq vaxt fərqindən
yerli vaxt fərqi, qurşaq vaxt fərqinin azdırsa, azları götürürük, ən yaxınına tapırıq. Orta meridianların ən yaxınına. 25-ə ən yaxın 30-dur. 20-yə ən yaxın 15-dir. İndi baxırıq ki, 15-dən 20 çoxdur, amma 25 30-dan azdır. Əgər çox desəydi, biz çoxlar seçəcəkdik. Az dediyi üçün 1, 4, 6 doğru cavabdır. Ümid edirəm ki, nə isə öyrənə bildik. Diqqətlə izləsəniz, bu məsələ, deyək ki, izahı çox rahat şəkildə cavab tapa bilərsiniz. Diqqətiniz üçün çox sağ olun.